Xəbər verdiyimiz kimi İstanbulda Silivri sahilində 6,2 magnitudalı 7 kilometr dərinlikdə zəlzələ baş verib. Yeraltı təkanlar Mərmərədə hiss edilib. AFAD İstanbulda güclü zəlzələdən sonra sakinləri riskli binalardan uzaq durmağa çağırıb. İstanbul Böyükşəhər Bələdiyyəsindən bildirilib ki, indiyədək hər hansı ciddi hadisə qeydə alınmayıb. İstanbul Valiliyi də hazırda hər hansı dağıntı xəbərinin olmadığını açıqlayıb. Zəlzələdən sonra afterşokların davam etdiyi bildirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən güclü zəlzələdən danışıb. O, prosesi yaxından nəzarətdə saxladıqlarını qeyd edib. Millətimizə keçmiş olsun. Türkiyə Prezidenti vurğulayıb. Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya isə deyib ki, zəlzələ hiss olunan ərazilərdə müvafiq işlər aparılır. Hazırda Real TV-nin Türkiyədəki nümayəndəsi Vasif Akifli bizimlə birbaşa bağlantıdadır. Salam Vasif, ən son məlumatı sizdən dinləyək. Buyurun. Hər vaxtınız xeyir olsun tekrardan. İstəyirəm sizə zəlzələ ilə bağlı hər zaman zəlzələ dediyimizdə Türkiyədə ağla ilk gələn adlardan biri Naci Görürün öz Twitter'ında yazdığı yazıyla başlayayım. O yazır ki, bugün saat 12 radələrində Silivri açıqlarında 4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentrinin Kumburgaz fay zonası olaraq müəyyən edildiğini bildirib Naci Görür. Profesör açıqlayıb ki, bu fay zonası kilitli bir fay xətti olub və uzun müddətdir enerji toplayır. Zaman zaman da bu cür kiçik zəlzələlərlə xəbərdarlıq verilmiş. Lakin bu zəlzələlər daha böyük bir hadisənin xəbərçisi ola biləcəyini və yer seçiminin olduqca mənalı olduğunu bildirib. Xatırladım ki, Kemerburgaz fay hattında uzun zamandır müzakirələr aparılır. Bunun partlaması və enerji boşaltması çox ciddi bir problemə dönüşə biləcəyindən. Bilirsiniz ki, İstanbulda əhali sayı çoxdur və hazırda Daxili İşlər Nazirliyi də bununla bağlı işlər aparır ki, hər hansı bir dağıntı baş versə, insanlara yardım aparılması, AFAD'ın işinin asanlaşdırılması heç cür asan olmayacaq. Və İstanbul Valiliyi an etibarilə hər hansı bir dağıntının olmadığını bildirir. AFAD isə 112'ni arayıb heç kimin evimiz dağıldı, binamız çöktü deyə bir müraciət etmədiyini bildirir. Lakin əhalinin küçələrdə hələ də təşvişi davam edir. Çox təəssüf ki, avtomobilli olan vətəndaşlar bilmirəm hara getmək istəyirlər və kiməsə çatmaq istəyirlər və bunun əsas səbəbi məncə hal-hazırda operatorların işləməməsidir. Telefon operatorlarının zəng mümkün deyil ölkə daxilində. Hətta bildiyim qədərlə siz də mənə normal xəttdən zəng vura bilmədiniz. Normal xəttlərin bir çöküşü var hazırda. Bunun da müzakirəsi aparılır və insanlar yaxınlarına çatmaq üçün yollardadır. Bu da ciddi bir tıxaca səbəb olur. Mənim öz qaldığım ərazidən mən də avtomobilimə minməyimə rəğmən çıxa bilmirəm ərazidən. Avtoparkda oturub gözləyirəm. Vasif, çox sağ ol. Təşəkkür edirik ətraflı və dolğun məlumat üçün. Bir daha xatırladaq ki, İstanbulda güclü zəlzələ baş vermişdi və bizimlə birbaşa bağlantıda Real TV-nin Türkiyədəki nümayəndəsi Vasif Akifli idi.